Mən uğur qazanmışam, siz isə uduzmusunuz. Qlobal info.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mikhail Saakashvili deyir. Başlıq qoyublar, pulum və evim yoxdur. Müraciət edib Saakashvili. Saakashvili Facebook səhifəsində pul və mənzilin olmadığını açıqlayıb. Onun prezidentlik dövründə mənimsəmədə təqsirli bilən məhkəmə hakiminə müraciət edib. Siz yaxşı bilirsiniz ki, mənim praktik olaraq pulum yoxdur. Yenidən qurduğum Gürcüstanda hətta mənzilim də yoxdur. İndi mən azadlığımdan məhrum olmuşam. Amma siz və rəhbəriniz çox yaxşı bilirsiniz ki, mən uğur qazanmışam. Siz isə tamamilə uduzmusunuz. Saakashvili yazdı Facebook səhifəsində və deyib ki, evim də yoxdur, pulum da yoxdur. Doğrudan maraqlıdır, doğrudan onun evi, yəni mənzili yoxdur. Ola bilər. Yəni Facebook səhifəsindən müraciət olub. Təbii ki, xalqına da müraciət edib. Mən inanıram ki, onun Facebook səhifəsində yazdığı qeyri-adi bu müraciət ki var. Yəqin ki, izləyənlər olub, oxuyanlar olub, bunun nəticəsi olacaq.